Yenə də Əhmədli, yenə də poçtun düz yaxınlığında 22.000 manat ilkin ödənişlə. Bu ev yox ha. Hazırda bax bu evimizdən söhbət gedir. Bəli, hazırda bu evdən söhbət gedir. 22.000 ilkin ödənişlə 35.000-ə və balaca bir həyət veriləcək buradan. Söhbət bir otaq, bir mətbəx, sanitar qovşaq da həyətimizin çölündə yerləşir. Yenə dedim ki, amma inşallah Allahın izindən tam ətraflı sizə məlumat verəcəm. Gördüğünüz bu ev var ha. Bak bu evdə texpasportu evimizin var. 155.000 manatdır. Bu ev isə 22.000 ilkin ödənişlə 35.000-ədir. Real kim olsa ki, gəlsə bunu da alsa, onu da alsa, qiymət münasib bir qiymətə salmaq mümkündür. Əlin yanında ev satılır. Kim istəsə, bizə məlumat saxlamaq istəsə, səhifədə nömrələrimiz var. Yenə dedim, Əhmədli kəndində yerləşir və Əhmədli kəndi metroya cəmi cümlətə 10 dəqiqə məsafəsi var. Evimizin otaqlarının sayı da bir-bir sizə göstərəcək, təqdim edəcək. Dediyim kimi, Allah evi olmayanlara Allah ev qismət etsin. Allaha əmanət olun. Yani evin altı bu. Bəli, hazırda bax bu ev bir otaq yuxarıda, mətbəx yuxarıda, aşağıda da padvalımız deyəndə padval deyil, bir otaq demək düzəltmək olar ona. 2 otaq elətmək mümkündür. Evimizin kiçik bir həyəti olacaq bura ayrılıqda. İndi isə keçək mən sizə böyük evi göstərim. Hansı ki böyük evimizin qiyməti 155.000 manatdır. Bu ev 22.000 ilkin ödənişlə 35.000-ədir. Hal-hazırda bax bu evdən söhbət gedir. Qədim zəhmət olmasa bir dənə göstərərdim. Ay sağ ol. Deməli, bu evdən söhbət gedir. 22.000 ilkin ödənişlə 35.000-ə. İndi keçək 155.000-ə olan qiymətli olan bu evə keçək söhbət edək. Bəli, hal-hazırda indi həmən bu ev ki 155.000-dir qiymətdə. Kim istəsə o bir otaqlı olan evlə bu evi cəm şəklində ala bilər. Qiymət də çox münasib bir qiymətdir. Əlaqə saxlayaraq məlumat verərik inşallah. Keçək inşallah evimizə.